Salamlar. Termodinamika haqqında danışacağım. Termodinamika nəyə deyilir? Termodinamika cisimlərin molekulyar quruluşunu nəzərə almadan istilik proseslərini öyrənən fizikanın bölməsidir. Termodinamikada olan əsas kəmiyyətlərdən biri də daxili enerjidir. Daxili enerji U hərfi ilə işarə olunur. Daxili enerji cismi təşkil edən atom və molekulların hərəkət enerjisi, yəni kinetik enerji ilə onların qarşılıqlı təsir enerjilərinin, potensial enerjilərinin cəminə bərabərdir. Bu real qazlar üçündür. Amma biz ideal qazlarda deyirik ki, qarşılıqlı təsir enerjisi, yəni potensial enerji nəzərə alınmır. Ona görə ki, qaz kifayət qədər seyrəldilib. Ona görə də ideal qazlar üçün daxili enerji onun kinetik, deməli, qazı təşkil edən atom və molekulların kinetik enerjilərinin cəminə bərabərdir. Yəni, n sayda kinetik enerji yazaq. Onda da biz bilirdik ki, əvvəlki bölməmizdən molekulyar kinetik nəzəriyyədən kinetik enerjinin 2-də 3 KT düsturu var. Onda baxın, belə bir düstur olacaq. 2-də 3 vurulsun, n vurulsun KT. N burada molekulların sayıdır, K Boltzmann sabiti, T isə mütləq temperaturdur və sayın belə bir düsturu var idi. 2-də 3, N-in yerinə M bölünsün M, vurulsun N-a yazırdıq. Burada K vurulsun T. Bu ifadələr yəqin ki, yadınızdadır. N-a vur K bizə verirdi universal qaz sabitini, M bölü M isə biraz verirdi nü-nü. Onda deməli, daxili enerjinin düsturu 2-də 3, M bölü M RT və 2-də 3 nü RT-yə bərabər olmuş olacaq. Bu oldu daxili enerjinin düsturları. Bir də var daxili enerjinin dəyişməsi. Daxili enerjinin dəyişməsi delta U hərfinə işarə olunur və sizin məsələlərinizdə T-nin, P-nin və burada 2-də 3 PV-nin də yazaq. Çünki bir ki, NKT ifadəsi ilə bizdə P vurulsun V ifadəsinə bərabərdir. Yəni, təzyiq vurulsun həcm ifadəsinə bərabərdir. Və buradan da belə bir delta T-ni tapırıq. Delta U-nu tapırıqsa, delta U nə deməkdir? U2 çıxılsın, U1. U1 başlanğıc daxili enerji, U2 sonraki daxili enerji. Məsələn, genişlənmədən sonraki daxili enerjini soruşsa, U2-ni tapmış olacaqsınız. Daxili enerji nə qədər artar, nə qədər azalar deyirsə delta U-nu, əvvəlkini istəyirsə delta U1-i tapmış olacaqsınız. Və delta U-dursa düsturunuz, sizdə T-nin, P-nin və V-nin qabağına deltalar gələcək. Düsturlarda mütləq delta T, delta P və ya delta V olmuş olacaq. Məsələn, 2-də 3 delta P vurulsun V düsturunun açılışı belə olacaq. 2-də 3 V sabitdir, deməli izoxor prosesdir, amma delta P deməli P dəyişib P2 çıxılsın P1 oldu izoxor, ya qızma olacaq, ya da ki soyuma olacaq. Artıq o təzyiqin və temperaturun dəyişməsindən sonra dəyişəcək. Daxili enerji izotermik prosesdə sabit qalır, dəyişməsi isə sıfıra bərabər olar. Çünki sabit olan bir kəmiyyətin dəyişməsi həmişə sıfıra bərabər olar. Eyni temperaturda qaz, maye və bərklərin daxili enerjilərini müqayisə eləsək, qazların daxili enerjisi mayelərdən böyükdür, mayələrin daxili enerjisi bərklərdən böyükdür. Çünki qazlar təşkil edən molekular daha sürətli hərəkət, intensiv hərəkət etmiş olurlar. Daha sonra daxili enerjinin dəyişmə üsulları iki cürdür. İş görmə və istilik vermə ilə. İş görmə olur qazın gördüyü iş və ya cismin gördüyü iş. Bir də var cismin üzərində görülən iş. Yəni cismin üzərində görülən iş adlanır xarici qüvvələrin işi. Xarici qüvvələrin işi A hərfindən bugünə kimi keçdiyimiz işdir. Bir də var qazın öz gördüyü iş, yəni qazın xarici qüvvələrə qarşı gördüyü iş. O isə A' hərfinə işarə olunur. Əgər sistem özü iş görürsə, onun daxili enerjisi azalır. Yox, sistem üzərində iş görülürsə, onun daxili enerjisi artır. Bir də var istilik vermə. İstilik vermə cismin aldığı və ya verdiyi enerji və cisimə istilik verilirsə, daxili enerji artar. Yox, cisimdən enerji ayrılırsa, yəni onun daxili enerjisi azalır. Yəni, sistem özü ətraf mühitə istiliyi verirsə, onun daxili enerjisi azalacaq. İstilik miqdarı Q hərfinə işarə olunur. Cismin aldığı və ya verdiyi enerjiyə bərabərdir. Vahidi joldur. Həm U, həm Q, həm də A hər birinin vahidi joldur. Jolun da yerinə Newton vur metr. Gəlin buradan yazım. Təkrar kimi Newton vur metr. Watt vurulsun saniyə. Daha sonra Pascal vurulsun metrin kubu və əsas vahidlərin ifadəsi kiloqram vurulsun metr kvadrat bölünsün saniyə kvadrat yazmaq olar. Keçək iş görməyə. İş görmədə deməli, var qazın öz gördüyü iş, bir də var xarici qüvvələrin qaz üzərində gördüyü iş. Qazın gördüyü iş mütləq işin düsturlarında deltalarınız olacaq. P delta V, nr delta T, M bölü M delta T. Bu ifadələrlə hesablaya bilərsiniz. Və burada delta V-nin açılışı V2 çıx V1-dir. Xarici qüvvələrin gördüyü iş isə qazın öz gördüyü işin mənfi işarəsinə bərabərdir. Bütün genişlənmələrdə, bütün qızmalarda, izoxordan başqa, indi qeyd edəcəyik, izoxor prosesdə işlərin hər ikisi də sıfıra bərabərdir. Burada çəkdiyimiz qab qapalı qabdır, bağlı qabdır, yəni həcmi dəyişə bilməyən qabdır. Həcmi dəyişə bilməyən qablarda görülən iş sıfırdır, çünki o izoxor prosesdir və əgər heç bir dəyişiklik yoxdursa,
qazın həcmində, onun gördüyü iş sıfıra bərabər olacaq. Yəni iş görülmür sayılır. Qazı qızdırsalar belə onun təzyiqi artacaq, amma həcmi sabit qaldığından iş görmüş sayılmır. İş sıfıra bərabər olacaq. Və bütün genişlənmələrdə izoxor çıxmaq şərti ilə bütün qızmalarda görülən iş müsbət, yəni qazın gördüyü iş müsbət, xarici qüvvənin qaz üzərində gördüyü iş isə mənfi sayılır. Əksinə, sıxılmalarda və soymada yenə izoxor çıxmaq şərti ilə qazın gördüyü iş mənfi, xarici qüvvənin qaz üzərində gördüyü iş isə müsbətdir. Aha, daha sonra istilik vermədən danışmışkən istilik vermənin növləri istilik keçirmə, şüalanma və konveksiyadır. İstilik keçirmə nəyə deyilir? Cismin çox qızmış hissəsindən az qızmış hissəsinə enerjinin ötürülməsidir. Məsələn, görürsünüz burada dəmiri tutub, şam vasitəsilə dəmirin bir ucunu qızdırır, amma gəlib görürük ki, bir müddətdən sonra əlimizə də həmin istilik çatmış olur. Məsələn, qaşığı yadımızdan çıxardıb metal qaşığı qoyuruq, yeməyin içərisinə gəlib görürük ki, artıq qaşıq qızıb. Və s. istilik keçirməyə çoxlu nümunələr göstərmək olar. İstilik keçirmə baş verir həm mayelərdə, həm bərklərdə, həm də qazlarda. Və enerjinin çoxdan olan hissəsindən az hissəsinə doğru axır. Maddə daşınması baş vermir. Konveksiya enerjinin maye və qaz axını vasitəsilə ötürülməsidir. Deməli, elə baş verəcək maye və yalnız qazlarda. Konveksiyanın istiqaməti yuxarıya doğrudur. Məsələn, sizə sual verirlər ki, İstilik quruları nəyə görə pəncərənin altında yerləşdirilir? Ona görə ki, buradan çıxan hava, hansı ki içəriyə daxil olan soyuq hava kütləsini isitmək üçün və isti hava yuxarıda toplanır, soyuq hava isə aşağıda. Ona görə ki, isti hava genişlənir, sıxlığı azaldığından yuxarıya, soyuq havanın isə sıxlığı böyük olduğundan o aşağıda toplanmış olur. Konveksiyaya baxın, çoxlu nümunələr göstərmək olar. Məsələn, suyun qaynaması zamanı, suyun deməli qaynamasında, qızmasında nə baş verir? Genişlənmiş hissənin sıxlığı kiçik olduğundan o qalxır yuxarı, altdan qızdırıq axı. Altdan qızma zamanı genişlənmiş hissədəki maye, qızmış hissədəki maye genişlənir və qalxır yuxarıya. Amma soyuq hissəsi düşür aşağı və bu növbə ilə başlayır artıq su qızmağa. Baxın, hava fenidir, sobalardır. Bir çox baxın görürsüz kondisionerdir. Bunları misal göstərmək olar. Görürsünüz, baxın, burada bir çox nümunələr var konveksiyaya aid. Konveksiyada çoxlu nümunələr göstərmək olar. Deməli, konveksiyada yalnız və yalnız konveksiyada maddə daşınır. Maddə daşınır. Aha, şüalanma enerjinin elektromaqnit dalğaları və ya şüalar vasitəsilə ötürülməsidir. Şüalanma həm mayelərdə, həm bərklərdə, həm də qazlarda baş verir və bununla yanaşı üstəgəl vakuumda da baş verir. Çünki məsələn günəş yeri şüalanma vasitəsilə qızdırır, böyük sürətlə yayılır, hər tərəfə yayılır. Şüalanmanın üstünlükləri çoxdur və şüalanmayı da bir çox nümunə göstərmək olur. Baxın, burada nümunələri qoymuşuq. Məsələn, ocağın alovundan da şüalar yayılır, lampadan da şüalar yayılır. Məsələn, spirallar, qızdırıcı spirallardan da şüalar vasitəsilə enerjinin axını baş verir. Burada da maddə daşınması baş vermir. Daha sonra xüsusi istilik tutumu. Xüsusi istilik tutumu işarə olunur S hərfi ilə və nəyə deyilir? 1 kiloqram cismi 1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarıdır. Burada cismi qızdırmaq və soyutmaq üçün lazım olan istilik miqdarından danışırıq və həmin istilik miqdarı buradan da gördüyümüz kimi SM delta T-yə bərabərdir. Delta T-nin açılışı T2 çıx T1-dir, amma sizdə məsələdə sırf delta T-nin özünü veribsə, delta T nə deməkdir? 5 dərəcə qızdı, soyudu, azaldı, artdı. Yəni bu sözlər varsa o delta T-nin özüdür. C-sini Kelvinə çevirməsəz də olar. Yox, amma T2 çıx T1 yazmışsınızsa, T2-ni və ya T1-i tapırsınızsa oradan mütləq Kelvinə çevirmək lazımdır. Cismin qızdırılması və soyuma zamanı istilik miqdarının üstü olacaq. Q bərabər SM delta T, unutmayın. Bilirik ki, lambda M də var, QM də var, LM də var. Onlar başqa proseslərdədir. Sizdə qızmadan və soyumadan danışıqda düşdüyünüz budur. Və gördüyümüz kimi temperaturdan istilik miqdarı bir-birlərindən düz mütənasib asılıdırlar. Yəni qızma zamanı cismin temperaturu artır, soyumada isə cismin temperaturu azalmış olacaq. Baxın, soyuma zamanında temperatur azalır. Daha sonra belə bir şey deyək. Burada xüsusi istilik tutumu. Xüsusi istilik tutumu nədən asılıdır? Xüsusi istilik tutumu maddənin növündən və aqreqat halından asılıdır. Məsələn, su, buz. İkisi də eyni maddələrdən təşkil olmağına baxmayaraq suyun xüsusi istilik tutumu buzun xüsusi istilik tutumundan daha böyükdür. Deməli, həm növdən asılıdır, həm də aqreqat halından asılıdır. Maddənin kütlə, yəni burada verilən kəmiyyətlərin heç birindən asılı deyil, dəyişməz. Daha sonra baxaq istilik tutumuna. İstilik tutumu, məsələn, maddənin də kütləsinin sabit qiymətinə deyək ki, Q delta T ilə düz mütənasib asılı olmuş olacaq. Deməli, istilik tutumu böyük C hərfi ilə işarə olunur. Verilmiş kütlə, baxın, yuxarıda deyirik 1 kiloqram cismi, burada isə deyirik verilmiş kütləli cismi 1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarıdır. Və bunun Q-nun yerinə SM delta T yazsa, yuxarıdakı ifadəni. Delta T-lər gedir, qalır SM. Deməli, istilik tutumu həm növdən, həm aqreqat haldan, həm də cismin kütləsindən düz mütənasib asılı olmuş olar.
Buradan da ala bilərik ki, Q bərabərdir S vurulsun delta T-yə. Kalorimetr nədir? Xüsusi istilik tutumunu və ya istilik miqdarını ölçmək üçün istifadə olunur. Baxın, hava aralığı ilə ayrılmış belə qablardan ibarətdir. İçərisinə termometr və qarışdırıcı qoyulur və bunlar görürsünüz, plasmas stəkanda hava aralığı ona görədir ki, enerji mübadiləsi baş verməsin deyə. Aha, bu belə. Sonra xüsusi yanma istiliyi, elə bu xüsusilərdən danışmışkən, ondan danışaq. Xüsusi yanma istiliyi verilmiş kütləli 1 kiloqram cismi tam yanması zamanı ayrılan istilik miqdarıdır. Kiçik Q hərfinə işarə olunur. Tüstürü bərabərdir Q bölümə. Vahidi olacaq jol bölünsün kiloqram. Yenə yalnız yanacağın növündən asılıdır. Burada da Q bərabərdir Qm. Yanması zamanı ayrılan istilik miqdarı Qm, amma qızma və soyuma zamanı Sm delta T və ya S vurulsun delta T-yə bərabərdir. Burada nəyə fikir vermək lazımdır? Burada xüsusi yanma istiliyi kiçik Q-dür, amma sırf xüsusi sözünü atan kimi yanma istiliyi olur böyük Q, qarışdırmayın. Yəni istilik miqdarı vahidi jol olmuş olur. Gəlin bunlarda vahidinə baxaq. Xüsusi istilik tutumu düsturu Q-nun vahidi joldur. Jol bölünsün. Gəlin buradan baxaq. 1 jol bölünsün. 1 kiloqram bölünsün 1 Kelvindir və biz də alırıq 1 jol bölünsün kiloqram vur Kelvin. İstilik tutumada gördüyünüz kimi jol bölünsün Kelvin almış olacaqsınız vahidini. Termodinamikanın birinci qanunu nədir? Daxili enerjinin dəyişməsi sistemə verilən istilik miqdarı ilə sistem üzərində görülən xarici qüvvələrin işinin cəminə bərabərdir. Bu ifadədə A bərabər mənfi aştırıq olduğuna görə delta bərabər Q çıxılsın aştırıq da yaza bilərsiniz. Termodinamikanın birinci qanunu müxtəlif izoprosesləri tətbiqinə baxaq. İzotermik prosesdə dedik ki, daxili enerjinin dəyişməsi sıfıra bərabərdir. Onda yuxarıda verilən ifadədən deltonu silsək, alarıq ki, Q bərabər mənfi A və ya Q bərabər A aştırıq. Deməli, izotermik prosesdə sistemə verilən istilik miqdarı bütövlüklə qazın gördüyü işə bərabərdir. İzoxor prosesdə iş sıfır olduğundan yuxarıdakı ifadənin delta bərabər Q alırıq. Deməli, izoxor prosesdə sistemə verilən istilik miqdarı yalnız daxili enerjinin artmasına sərf olunur. İzoxor prosesdə, baxın, deltonun düsturu 2-də 3, M böl M, R delta T'dir. Q-nun isə düsturu Sm delta T'dir. Bu bərabərlikdən, baxın, izoxor olduğuna görə SV yazıram. Yəni, izoxor proses, həcm. Sm delta T. Buradan M delta T'lər gedir. Alırıq ki, SV bərabərdir 2-də 3, R bölünsün M-ə. Bu oldu izoxor prosesdə xüsusi istilik tutumu. Daha sonra izobar prosesdə isə delta bərabərdir Q, çıxılsın aştırıq və üstə gəlsin A-dan, çıxılsın aştırıq. Deməli, buradan Q bərabərdir delta üstə gəlinsin aştırığa və siz də onların düsturlarını yazıb cəmləsəz, alacaqsınız ki, 2-də 5, M böl M, R delta T. Yenə bunu da əgər Sm delta T-yə bərabərləsək, SP, yəni izobar prosesdə xüsusi istilik tutumunu 2-də 5, R bölünsün M alarıq və bunların fərqi SP ilə SV-nin fərqləri bizə verəcək, SP çıxılsın SV, bizə verəcək R bölünsün M. Deməli, fərqləri R bölünsün M-ə bərabərdir. R universal qaz sabiti, M isə molyar kütlədir. Adiabat prosesdə sistem istilik miqdarına, yəni xaricdən nə istiliyi almır, ya da xaricə istilik vermir. Ona görə də onun istilik miqdarı sıfıra bərabər olmuş olur. Onda tənliyimizdən buradan Q-nü silsək, alarıq ki, delta bərabərdir mənfi A aştırığa, delta bərabərdir müsbət A-ya. Adiabat prosesdə sistem kənardan nə istilik miqdarını almır, nə də kənara istiliyi vermir. Yəni təcrid olunmuş sistemdir. Kənardan təcrid olunmuş sistemdir. Burada Q bərabər dediyi sıfırdır. Delta bərabər oldu mənfi aştırığa. Yəni buradan Q-nü sildik, qaldı mənfi aştırıq. Delta bərabər oldu A-ya. Adiabat genişlənmədə bilirik də həcmin artmağı deməkdir. Adiabat genişlənmədə həcm artdığından qazın gördüyü iş müsbətdir. Amma xarici qüvvələrin gördüyü iş olacaq mənfi. Plus da ki, qazın gördüyü iş müsbətdir dedik. Amma qarşısında bu mənfi işarəsinə görə daxili enerjinin dəyişməsi olacaq mənfi. Kinetik enerji olacaq mənfi. Daha sonra yəni kinetik enerji azalır, daxili enerji azalır, təzyiq azalır, orta kvadratik sürət azalır, temperatur azalır. Deməli, adiabat genişlənmə zamanı qazın gördüyü işlə həcmi çıxmaq şərtindən hər şey azalır. Sıxılmada isə tamamilə onun tərsinə qazın gördüyü işlə həcmi çıxmaq şərtilə hər şey artacaq. Adiabat genişlənmə zamanı delta-nun aştırıqdan və A-dan asılı qrafiklərini çəksək. Delta-nun A-dan asılı qrafiki düz xəttdə olacaq, amma aştırıqdan asılı qrafiki isə baxın qarşısında mənfi olduğuna görə azalan qrafik olacaq. Birində artan, birində isə azalan qrafik olacaq. Daha sonra adiabat prosesdə və izobar proses, deməli izotermik proseslərdə P-nin V-dən asılılığı bilirik ki, tərs mütənasib asılıdır.
Deməli, P-nin V-dan asılığı izotermik və adiabatda. Adiabat əyrisi baxın belə olur, amma üzr istəyirəm, izotermik əyrisi bu cür olur, bu şəkildə olur. Yəni təzyiqlə həcm eyni nisbətdə dəyişmiş olur. Məsələn, təzyiq 2 dəfə azalıbsa, həcm də 2 dəfə artmış olur, amma adiabat əyrisi biraz nisbətən daha dikdir. Yəni burada dəyişmələr fərqli olacaq. Məsələn, təzyiq 3 dəfə artıb, həcm azalacaq, tutaq ki 2 dəfə. Yəni qiymətləri də görəcəksiniz ki, fərqlidir və sizə ayırd etmək üçün mütləq bura izoterm yazır və ya adiabat yaza bilər və yaza bilər ki, bura izotermdir. Siz bilməzsiniz ki, digər ayrı olacaq adiabat proses və s. Onları mütləq bilmək lazımdır və ayırd eləmək mütləqdir. Və adiabat prosesdə fikir verirsiniz ki, delta bərabər oldu mənfi H'. Deməli, burada H' bərabər olacaq mənfi delta U-ya və həm P, həm də V dəyişdiyindən adiabat prosesdə deməli delta U bərabərdir mənfi H', buradan da H' bərabərdir mənfi delta U-ya. Onda işi daxili enerjinin dəyişmə üsullarından biri ilə 2-3, məsələn, P2, V2 əgər həm təzyiq, həm də həcm dəyişirsə, indi birazdan bu haqda danışacağam, daxili enerjinin dəyişməsi bu cür hesablanmış olacaq. Daha sonra gəlir istilik mühərrikləri. İstilik mühərrikləri daxili enerjini mexaniki enerjiyə çevirən qurğulardır. Buxar turbinidir, daxili yanma mühərrikidir, reaktiv mühərrikdir. Bunları misal göstərmək olar. Buxar turbini çox mürəkkəb quruluşa malikdir. 8-ci sinif kitabından baxın, belə bir hissə var. Burada belə sadələşdirilmiş sxemi verilib. Burada əsas nədir? Yanacağın yanma məhsulu, yəni işçi cisim olacaq su buxarı və su buxarı burada başlayır pəri fırlatmağa və mexaniki enerjiyə çevrilir. Yenidən baxın, həmin buxar soyudulur kondensatorda və yenidən qayıdır hara? Qazana. Deməli, su burada buxar türbində yanacaq kimi sudan istifadə edirik. İşçi cisim isə su buxarıdır. Ümumiyyətlə, istilik mühərrikləri gəlin birinci son deyə 3 hissədən ibarətdir. Əsas 3 hissədən. Qızdırıcının istilik miqdarı, yəni qızdırıcının alınan istilik miqdarı Q1, işçi cisim H'-dir, soyuducu isə Q2-dir. Yəni soyuducuya verilən istilik miqdarı isə Q2-dir. Onda H' Q1 ilə Q2-nin fərqinə bərabərdir. H' həm də faydalı iş sayılır. Q1 isə tam iş sayılır. Belə bir düsturumuz çıxır istilik mühərrikləri üçün. Faydalı iş əmsalı bərabər olur. H' bölünsün Q1, yəni faydalı iş bölünsün tam iş vurulsun 100%. H'-ın yerinə yazırıq. Q1 çıxılsın Q2 bölünsün Q1. Daha sonra vurulsun 100%. Bunu riyaziyyatdan 1 çıxılsın Q2 böl Q1 vurulsun 100% kimi də yazmaq olar. Mənim ən çox sevdiyim düsturlar bunlardır. 1 çıxılsına yazılır. Daha asandır hesablanmaları. Və burada Q1-in yerinə, Q1 dedik tam işdir, Q1-in yerinə yaza bilirsiniz Q vurayım, yadda saxlayın, yanacağın yanması zaman lazım olan istilik miqdarıdır. H'-ın isə yerinə yaza bilirsiniz. P faydalı vurulsun T. Yəni faydalı güc vurulsun zaman yazıb hesablamaları apara bilərsiniz. Karno düsturu ideal istilik mühərriklərinə aiddir və ideal istilik mühərriklərində temperaturdan istifadə edirik. T1 qızdırıcının temperaturu, T2 soyuducunun temperaturu olduğundan T1 çıx T2 bölünsün T1 vurulsun 100% və ya 1 çıxılsın T2 böl T1 vurulsun 100% yazırsınız və bu düsturu yenə H' bölünsün Q1 vurulsun 100%-ə bərabər edib məsələlərinizi həll edə bilərsiniz. İndi qrafiklərə keçək. Etanın H'-dan asılı qrafika gördüyümüz kimi düzdür, amma etanın vahid olaraq qiyməti, yəni faiz olaraq yox, ədəd olaraq qiyməti, dəfə olaraq qiyməti 1-2 ötürürük maksimal. T1-dən asılı qrafiki, T1-dən gördüyümüz kimi, baxın, düsturunuz buradadır. 1 çıxılsın T2 böl T1-dir. T2 qiymət, baxın, yenə qiymətimiz 1-dir. Baxın, belə. Bura T1-dən asılı qrafikidir, bura T2 düşür. T2-dən və Q2-dən asılı qrafikləri, T2-dən və Q2-dən asılı qrafiklərinə baxsaq, 1 çıxılsın Q2-dir və ya Q1 çıxılsın Q2-dir. Yəni, qrafikiniz olacaq azalan qrafik yenə vahiddən başlayaraq. Bu da belə. Qaydaq istilik mühərriklərinə. Daxili yanma mühərrikləri 2 cür olur. Dizel mühərrikləri və karbüratorlu mühərriklər. Dizel mühərriklər və karbüratorlu mühərriklərdə yanacaq dizel mühərrikində dizeldir, karbüratorlu mühərrikdə isə benzindir. Nəyə görə benzinlə işləyən mühərrikləri karbüratorlu mühərrik adlanır? Çünki benzin və hava qarşı karbürator adlanan bir qurğuda yaranır. Yəni, birbaşa mühərrikə daxil olmur. Dizeldə birbaşa mühərrikə daxil olur, amma benzində isə karbürator adlanan bir cihaza daxil olur. Sonradan ötürülür mühərrikə. Deməli, burada əsas nədən danışmalıyıq? Dizel və karbüratorlu mühərriklərin fərqlərindən. Birincisi, baxırıq biz 4 taktlı, 4 zamanlı da demək olar, 4 taktlı da demək olar, 4 gedişli də demək olar daxili yanma mühərriklərinə. Deməli, burada nəyə fikir vermək lazımdır? Baxın, buradakı alışdırma şamıdır. Bunlar birinci və ikinci klapanlardır. Daxil etmə klapanı, xaric etmə klapanı. Daha sonra, baxın, burada silindir var, bu silindirdir. Bu porşendə yuxarı və aşağı doğru hərəkət edir. Deməli, birinci taktımız sorma taktıdır. Nə baş verir? Daxil etmə klapanı açıq olur.
Baxın, daxil etmə klapanı biz burada birinci klapandan danışırıq. Burada əksinə çəkilib şəkil digər tərəfdən. Olsun, tutaq ki, bu bizim daxil etmə klapanımızdır və daxil etmə klapanı açıq olur və buradan benzin və hava qarışığı daxil olur və fikir versiniz ki, silindir aşağı vəziyyətdədir daxil etmə klapanında açıq olduqda. Daha sonra bu sorma taktıdır. Benzin və hava qarışığı soruldu. Daha sonra ikinci takt sıxılma taktıdır. Sıxılma taktında klapanların hər ikisi də bağlıdır. Mütləq ikisi eyni səviyyədə olmalıdır. Bu şəkildə porşen yuxarı doğru hərəkət edir. Benzin və hava qarışığını yuxarı doğru sıxır. Və sıxılma üçüncüsü iş görmə taktı və iş görmə taktında nə baş verir? Sıxılmış hava qarışığı və benzin alışdırma şamı vasitəsilə buradan elektrik götürülərək onu yandırır və yanma zamanı qaz özü iş görərək porşeni aşağı doğru itələyir. Artıq iş görmə baş verdi. Yəni, üçüncü taktdan danışıq. Daha sonra nə baş verir? Xaric etmə taktı. Xaric etmə taktına fikir verirsiniz. Xaric etmə klapanı açıqdır. Bu biraz aşağıda olmalıdır. Bu şəkildən xoşum gəlmədi, amma artıq bunu bura yerləşdirmişəm, eybi yox. Xaric etmə klapanı açıq olur və porşen baxın yuxarı doğru hərəkət edərək yanacağın yanma məhsullarını atmosferə ötürür. Deməli, burada bizim soyuducumuz əsasən soyuducu atmosfer olur. Yəni, hansı ki, qalan məhsullar ötürülür atmosferə, soyuducu kimi. Belə bir animasiya var, hansı ki, daxil etmə klapanı da açılır. Baxın, görürsünüz, açıldı, daxil oldu, sıxıldı. Daha sonra alışma baş verir və porşeni aşağı itəlir. Daha sonra xaric etmə klapanı açılır. Xaric etmə klapanı açılandan sonra qalan məhsullar kənara doğru atılır. Burada alışdırma şamımız da var. Aha, indi dizel mühərriki ilə karbüratorlu mühərriklərin biraz fərqləri var. Onlara baxaq. Fikir versiniz, burada alışdırma şamı yoxdur. Proseslər demək olar ki, olduğu kimidir. Sadəcə birinci sorma taktında sadəcə təmiz hava sorulur. Dizel isə, hansı ki, yanacaq olan dizel, üçüncü taktı, yəni iş görmə taktında sıxılmış havaya püskürdür və dizelin ora püskürdülməsi hesabına alışma baş verir, iş görmə əmələ gəlir. Dizel mühərriklərin faydalı əmsalı daha böyükdür, yaratdığı dartı qüvvə daha böyükdür, daha iri maşınlarda, kranlardır, tanklardır, kamazlardır. İri mühərrikli maşınlarda dizel mühərriklərindən istifadə olunur. Deməli, reaktiv mühərriklər iki cür olur. Hava mühərrikləri, bir də raket mühərrikləri. Raket mühərriklərində oksidləşdirici kimi havadan istifadə etmirlər, amma hava mühərrikində isə oksidləşdirici kimi havadan istifadə olur, adından da göründüyü kimi. Bu da olur reaktiv mühərriklər. Daha sonra bir-iki qısa qaydanı deyim. Deməli, termodinamikanın birinci qanunu dedik. Termodinamikanın ikinci qanunu isə termodinamik proseslərin istiqamətliyi ilə bağlıdır. Yəni, bu istiqamətliyi nə deməkdir? Enerji öz başına soyuq cisimdən isti cisimə verilə bilməz. Yalnız isti cisimdən soyuq cisimə verilə bilər. Yəni, enerji çox olandan kiçiyə verilə bilər. Termodinamikanın üçüncü qanunda isə qısa konkret olaraq deyilir ki, 0 Kelvin temperatur yoxdur. Yəni, ona düşmək olmur. Yalnız həmin temperatura yaxınlaşmaq olar. Burada entropiyadan da söhbət edilir. Daha sonra istek balans tənliyi. İstek balans tənniyində alınan istek miqdarı ilə verilən istek miqdarı həmişə bir-birinə bərabər olmalıdır və oradan deməli, məsələn, 20 joule, əgər bir cisim su, məsələn, soyaraq 20 joule enerjini ətrafa veribsə, 20 joule soyuyub da, bu enerjini deməli hara verib ətrafa? 20 joule ondan çıxdı, 20 joule da ətrafa verildi. Bunlar bir-birinə bərabərdir. Və burada qərarlaşmış temperatur əmələ gəlir. Teta qərarlaşmış temperaturdur. C1M1 T1 üstəgəl C2 M2 T2 bölünsün C1M1 üstəgəl C2 M2-yə bərabərdir. Burada C xüsusi üstülük tutumudur, M kütlədir. T isə T1 və T2 başlanğıc temperaturlarda, hansı ki, məsələn, isti su ilə soyuq suyu qarışdırır, bərk cisim atır isti suyun içinə və s. Bu, onların başlanğıc temperaturlardır. Yekunda isə bütün cisimlər həmişə istek tarazlığı halında olurlar. Məsələn, otaqda temperatur 20 dərəcə Selsidirsə, deməli, bütün artıq orada olan əşyaların temperaturu artıq 20 dərəcə Selsi olana kimi bu proses davam edir. Yəni, istek tarazlığı qorunur. Əgər kütlələr eynidirsə, düsturdan kütlələri silirsiniz. Əgər xüsusi istek tutumları eynidirsə, onlar da silirsiniz və olur T1 üstəgəl T2 bölünsün 2. Aha, belə. Və ya sizə C-ləri eyni verib, kütlələri fərqli veribsə, C-ləri silir, yazmırıq. Eyni düstur olduğu kimi qalır. Artıq C-lər olmur, amma M-lər olacaq. Bir də sizə belə bir şey deyim. Əgər həm P, həm də V qrafiki dəyişirsə və sizə daxili enerjinin dəyişməsindən işi soruşursa, daxili enerjinin dəyişməsi bunların başlanğıc və son vəziyyətlərindən asılıdır. Yəni, necə getməyindən yox, sırf başlanğıcla sondan asılıdır. Ona görə də daxili enerjinin dəyişməsini taparkən baxırsınız ki, bir nöqtədən digər nöqtəyə gedib. Əgər eyni nöqtəyə gediblərsə, daxili enerjinin dəyişmələri eynidir və daxili enerjinin dəyişməsini P2, V2 çıxılsın P1, V1 ilə hesablayırsınız. Amma işi isə fiqurun sahəsindən. Üçbucaqdırsa, üçbucağın sahəsinin düsturundan, trapesiyadsa trapesiyanın və s. düsturundan hesablayırsınız. İş isə olur fiqurun sahəsi. Aha. Daha sonra işdə deməli nə baş verir? Baxın, burada A və B verilib. Sizdən soruşa bilər ki, daxili enerjinin dəyişmələrini müqayisə edin.
Bütün nöqtələr də eynidir, amma iş isə baxışsız fiqurun sahəsində. Qazın gördüyü iş 3-də ən kiçik, 1-də ən böyük. Xarici qüvvələrin gördüyü iş isə bunun tamamilə əksinə olacaq. Sağ olun.